Şair Bəhmən Vətənoğlu yazır: Az et ibadəti ağlı kəm insan. Az et ibadəti ağlı kəm insan, zəlillik Allaha qul olandadır. Görübsənmi düz danışan ucalar, İxtiyar bir yaltaq dil olandadır. Göylərə ucalan amanlar, ahlar, qurub boş xülyadən ədalət arar. Varlıda taxsir yox, tamam günahlar, o yoxsul başına kül olandadır. Varsız kim yetişib bir həqiqətə, göylər də baş əyir altın sərvətə. A Bəhmən, haqq gəzib düşmə zəhmətə, ədalət cibində pul olandadır. Ədalət cibində pul olandadır.